Ya Rəbbəl aləmin, əlimdə 3 dənə neymət var, onu ilə gəlmişəm sənə, Əmirül Möminin sözü. Nədir? Əli can, nədir? İlahi, duadan başqa bir şeyim yoxdur. Əli deyir ha bunu. O kəs ki, Xəndəkdə qılıncı vurdu, İslamla küfür üzbəüz dayanmışdı. Bir alim deyirdi, din Aşuraya borcludur, Aşura da Xəndək müharibəsinə borcludur. Din qalması üçün Aşuraya borcludur, Aşura da qalması üçün Xəndəyə borcludur. Çünki Peyğəmbər birinci qayıt dedi ki, İslamla küfür tam mənada üzbəüz dayanıb, əlinin zərbəti ilə sanki küfür büdrədi və haqq qabağa getdi. Bu şəxs deyir ki, duadan başqa bir şeyim yoxdur. Bu bir. 2. İrhəm mən rəsə malihi ər-rəca. Ümiddən başqa sərmayəm yoxdur. Bu 2. Silahuhu əl-buka. Bir dənə də göz yaşım var. Bitdi. Heç nəyim yoxdur. Əli nə deyir? Mənim nəyim var Allahın dərgahına aparmağa? Allaha ümid. Gözümün yaşı, bir də ki, duadan başqa bir şey yoxdur.